Salam uşaqlar, ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs 9. Məntiq bölməsindən uşaqlar bu gün artıq başlayırıq. Əks əlamətlər bölməsini işləyəcəyik. Gəlin baxaq görək burada nələrdən danışırıq. Uzun, qısa, ağır, yüngül, dolu, boş əlamətlərinə görə uyğun əşyaları göstər. Gəlin göstərək uşaqlar. Gəlin aydınca göstərək. İlk öncə uzun, qısa. Uzun budur uşaqlar. Uzun qələm budur. Qısa qələm budur. Uzun və qısa budur. Dolu, boş. Birinci stakan dolu, ikincisi isə boşdur. Sonra ağır bu bidondur uşaqlar. Bu idman alətidir. Bu isə gördüyünüz badminton topudur. Top deməyək, badminton əşyasıdır. Deməli uşaqlar, uzun, qısa, ağır, yüngül, dolu, boş bu əşyaları bir-biri ilə uyğunlaşdırdıq. Sonra fəaliyyət bölməsindən soruşur bizdə. Fəaliyyət bölməsini oxumuruq. Çünki fəaliyyət bölməsi sizin praktikanızdır. Yəni mən burada onu göstərə bilmərəm. Siz onu əyləncə üçün evdə eləyə bilərsiniz və yaxud məktəbdə eləyə bilərsiniz. Gəlin keçid alaq növbəti hissəyə. Dağ hündürdür, təpə alçaqdır, təpə hündür deyil. Uşaqlar, gəlin bu tip əlamətləri sıralayaq. Məsələn, birincidə var dağ hündürdür, düzdür. İkincidə deyir təpə alçaqdır. Ay, biraz pis oldu. Təpə alçaqdır, təpə hündür deyil. İndi gəlin baxaq. Dağ hündürdürsə, deməli dağ alçaq deyil. Deməli bu hissəyə həm də dağ alçaq deyil yaza bilərik, düzdür. Necə ki bu hissəyə təpə alçaqdır, təpə hündür deyil yazıblar. Burada da dağ hündürdür, deməli dağ alçaq deyil mənasına gəlir. Əks əlamətləri olan şəkilləri müəyyənləşdirin. Gəlin müəyyənləşdirək. Bu gecədir, bu gündüzdür. Burada stolun altdadır, burada stolun üstdədir. Burada yanmır, yəni sönülüdür. Burada yanır bu hissədə. Belə. Növbəti hissə, ikinci şəklə baxaq. Nöqtələrin yerinə hansı sözləri yazmaq olar? Limon qırmızı deyil. Məsələn, bunu yaza bilərik. Çünki limon nədir? Sarıdır. Limon qırmızı deyil. Bura qırmızı. Bura qırmızı yaza bilərik də uşaqlar. İkincidə stəkan doludursa, deməli nə deyə bilərik? Deyərik ki, stəkan boş deyil, doludur. Deməli nədir? Stəkan boş deyil yaza bilərik. Boş deyil. Üçüncüdə pambıq nədir? Yüngüldür da uşaqlar, düzdür. Deməli nə yaza bilərik? Pambıq ağır deyil. Burada ağır. Siz fərqli şeylər də yaza bilərsiniz uşaqlar. Məsələn, pambıq ağ rəngdədir. Siz yaza bilərsiniz. Pambıq göy deyil, pambıq qırmızı deyil. Belə şeylər də yaza bilərsiniz. Amma mən dərsin başında ağır, yüngül, məsələn, o şeylərə nəzərən yazdım. Elementlərə nəzərən yazdım. Gəlin baxaq, üçüncü. Nöqtələrin yerinə uyğun sözləri qoyub cümlələr söyləyin. Gəlin baxaq uşaqlar. İt evin içindədir. Belə yaza bilərik. İt evin içindədir. Burada it evin içindədir. Burada it evin çölündədir. Burada uşaq üzür. Düzdürmü? Ona görə nədir? Hava istidir. Burada uşaq buzda hərəkət eləyir. Yəni sürüşür. Deməli burada nədir? Hava soyuqdur. Deməli birincidə gəlin indi təkrar ümumi nəzər salaq. Birincidə it evin çölündədir. İkincidə it evin içindədir. İkincidə it evin çölündədir. Deməli nədir? Aha, indi başqa əlamətlər də yerləşə bilər. Məsələn, görürük ki, it evin içindədir və sümüklə maraqlı deyil. Deməli it toxdur, düzdür? İkincidə it artıq durur və belə deyim, sümüyə yaxınlaşırdı. Demək olar ki, onu yeyəcək. Deməli nədir? İt tox deyil. Yəni acdır, tox deyil. İndi üçüncü şəklə baxırıq. Hava. Hava istidir. İstidir ki, uşaq göldə çimir, düzdür? Aha. Gəlin dördüncüyə baxaq.
Dördüncüdə hava soyuqdur. Deməli, burada deyil hissəcigi var. Deməli, nə olacaq? 4-də hava isti deyil olacaq. Belə. Dördüncü sualda həll eləyək və bitirək. Əşyanı tapın. Sarı deyil, yumru deyil, yeməli deyil. Gəlin baxaq uşaqlar. İlk öncə deyir sarı deyil. Sarı deyilsə armud getdi. Yumru deyilsə alma da getdi, top da getdi. Yeməli deyilsə paxlava da getdi. Deməli nə qaldı? Bir dənə jurnal. Deməli cavabımız oldu nə? Jurnal. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Bu arada sonda kanalımıza abunə olmağı və dəstək olmağı unutmayın ki, qarşıdakı günlər ərzində həm test izahları, həm dərs izahları, eləcə də yarışmalar olacaq ki, bunu qaçırmayasınız. Özünüzdən müğayət olun. Adios.